Əlhamdülillah. Niyə sən deyirsən ki, qız uşaqları hicab taxmasınlar, məktəbə gəlməsinlər və yaxud da müəllimə başını açsın, gəlməsin məktəbə. Bu müəllimədir, bu hicablandır. Sənə məktəbə onu götürəndə, sənə yəni, onun nəyi lazımdır, önəmli olan. Onun biliyi, savadı lazımdır da sənə. Yox da. Həmin o fənni bilirsə, biliyi varsa, savadı varsa, əlhamdülillah götürün. Onun hicabının sənə nə aidiyyəti var və yaxud da onun saqqalının sənə nə aidiyyəti var. Mən əgər işlədiyim sahəni mükəmməl bilirəmsə, gözəl bilirəmsə, sən mənim biliyimə, savadıma qiymət verirsən, mənim saqqalıma baxıb deməm, yox, bu saqqallıdırsa bunu işə götürmək olmaz. Yəni, olmaz belə. Əlxüsusda biz, əlhamdülillah ki, bir müsəlman ölkəsində yaşayırıq. Yəni, müsəlman bir ölkəsində yaşayırıq. Ona görə də məscidlər olan bir yerdir. Bayramlar, Qurban bayramı, Ramazan bayramı mükəmməl şəkildə keçirilən bir yerdir. Ona görə də bu şeylərdə İnsanlar çalışmalıdır ki, nə etsinlər? Müsəlmanlara hörmət etsinlər. Əksinə o şeyləri deyən insanlar müsəlmanlara hörmət etmir. Müsəlmanlara hörmət etmir. Sən o sözləri deməklə, o şeyləri eləməklə artıq müsəlmanlara nə edirsən? Dil uzadırsan, müsəlmanlara söz atmışsan, sadaşmış olursan.